Salam əziz və dəyərli izləyicilərim, ekrana yaxın əyləşin. Bugünkü videom insult xəstələri, insult keçirtmiş xəstələr üçündür. Çünki bir neçə zaman bundan qabaq Allah cəmi xəstələrə şəfa versin. Anam da insult keçirtdi. Xəstəxanaya apardıq və Rusiyada ən tanınmış professora apardıq. O həm müalicə yazdı. İnanırsınızmı ki, cəmi bir dənə, iki dənə şey yazdı, amma əsas şeylər dedi, hansı ki insult xəstəsini ayağa qaldırmaq üçün vacib amillərin hansılar olduğunu dönə-dönə anama da tapşırdı. Allah cəm analara ömür versin. Anamın 83-84 yaşın içindədir. İndi anam özü o şirin sizin çox sevdiyiniz limon nənə sizə öz məsləhətlərini verəcək. Amma çox xahiş edirəm, yenə də deyirəm, bu bizim, mənim və limon nənənin öz uydurmaları deyil. Dediyim kimi Rusiyada ən tanınmış professorun sözləridir. İndi sizə limon nənə onları öz ağzı ilə desin ki, nələr etdi ki, əvvəl Allah, sonra Allahın köməkliyi ilə ayağa qalxdı limon nənə. Buyur limon nənə. Mənim əziz balalarım, hamınıza salamlar göndərirəm. Sizə bir neçə məsləhətlər vermək istəyirəm, ən yaxşı məsləhətlər. Ona vermək istəyirəm, paraliz mənim insult vurmuşdu. Mən nə dura bilirdim, nə danışa bilirdim. Məni Məryəm götürüb ən yaxşı professorun birinə apardı. Professor mənə baxıb dedi ki, ay xanım, sənin yeriməyin özün əlindədir. Əgər yeriyirsənsə, mənim sözümə qulaq as. Mənə idman göstərdi. İdman bu dəmiri dedi, al, nədirsə bilmirəm. Bu stoldan al və bundan əli tutub möhkəm idman elə. Ayağını idman elə, ələ. İşte onu da göstərəcəksən. Birinci bu idmanı göstərmə ama. Mən də idmanı İdmanla gəl. Yəni o cür idman yox. Gedib idman zalında eləmə idman zalında yox. Birəsi bir dənə aparat alınır dəmirdən. Xadunka. Bunu tutub, gəh belə eləyirsiniz, gəh belə eləyirsiniz. Və bunu gün ərzində sonra belə durursunuz ayağa, pəncələrinizi, ayağın pəncələrini belə möhkəm diriyirsiniz ki, ayağınızı yerə qoya biləsiniz. Sonra dabanınızı yerə qoya biləsiniz. And olsun Allah, sizin məndə andınız yoxdur. Mən yenə gezə bilirdim, nə dura bilirdim. Belə narahatlarla narahat. Mən oradan gəlib, başladım elə həmən idmana. Düzdür, süfdən mən dura bilmirdim, elə yavaş-yavaş elədim. Sonra başladım tez-tez eləməyə. Tez-tez elədikən mənim xəstəliklərim düzəldi. Allaha çox şükür ki, mən indi sərbəst dururam, sərbəst gəzirəm. Allaha şükür, heç kimə möhtac deyiləm. Gerçi heç kimə olmaq istəmirsinizsə, mən bu dediklərimə riayət edin. Görün necə sağalarsınız. Allah hamımıza rəhm eləsin. Allah hamımızın dərdini üstündən götürür. Bunu isə mənim əllərimlə də, insult vuranda əllərim də narahat tərpədə bilmirdim. Bunu mənə yazdı əlimə bir dənə. Ki bu fason elə ki, əlin gücdən düşməsin, gücdən sənsin. O da professor əlimə şey elədi, gördü əlim gücdən düşübdür. Dedi, güclü ölmək üçün belə, ancaq belə eləməlisən. Bunu da elədim. İndi xahiş edirəm, yalvarıram sizə. Bu xəstəlik keçirdən adamlar mənim dediklərimi eləsələr 100% gəzərlər, 100% azarlar. Bir də dualarını, sənin kimi zikirlərini. Zikirlər eləyin, istəyir. Allah'ı çağırın. Allah'ı çağıran adam, Allah'la belə bir yerdə olan adama heç nə olmaz. Allah onu saxlayar. Allah'a şükürlər ki, mən sağaldım. Xəstələr də, siz də sağalın. Hansı kim ki xəstələrim, onlar da sağalsın. Amma professorun sözü nə oldu sənə? Professorun sözü mənə... Əsas nə oldu? Əsas dedi, özgəyə möhtac olmaq istəmirsənsə, bu idmanı... Hərəkət elə. Oradan gəlib, mən də daha şeyə vurmadım da. Əvvəlcə kravatın divanın yanından eləyin ki, başınız gicəllənsə, otura biləsiniz. Baş gicəllənməsi də var da, bunun da xəstəliyə görə baş gicəllənməsi də getdi. Ondan sonra xəstəliyim də getdi. Allaha şükür ki, yaxşıyam. İndi özümü idarə edə bilirəm. Siz də yəni mən deyənləri eləsəniz, yaxşı olarsınız. Mənim Məryəm qızıma qulaq asın. Axşamları yemək yeyir. Sən öz sirləri dinən. Mən saat 3-dən sonra vallahi yemək yemirəm. 3-dən sonra mən bir də səhər saat 10-dan anda mən suyumu içirəm. Şenlikdən səhər bir çıxan çay içirəm. Şenlikdən çay içirəm. Vəssalam. Gözləyirəm saat 3-ü.
3'də də yeməyimi yeyir, daha bundan sonra yemirəm. Siz də belə eləsəniz sağ olasınız. Sağ olun, öpürəm hamınızı. Qucaqlayıb bağrıma basıram. Mənim əziz balalar. Əzizlərim, gördünüz, özünüz də eşitdiniz. Limon nənəyə qulaq asın. Hərəkət. Professorun dönə-dönə təkrarladığı oldu. Ona görə də mən Rusiyada yaşayıram uşaqlığımdan. 80-90 yaşında nənələr, babalar axşam oldu mu çıxırlar gəzməyə. Kimi itdən, kimi pişiyinlə, kimi də elə belə. Mütləqdir. Çünki ruslar bilir ki, gəzmək lazımdır. Amma bizdə yaşlı nənələr, babalar 60-70'i geçti mi divana məhkum olurlar. Qoymayın valideynləri zeyli olsun. Məni tanıyanlar bilir ki, hara getsəm anamı özümlə aparıram. O sürülən stoldan almışam. Bir çox uzun yolları ondan aparıram. Sonra qoluna giririk, gəzdiririk. Mamamızı seçara getmirik. Çünki yaşlının başımızın üstündə analarımızın olması bizim üçün ən böyük var-dövlətdir. Ən böyük ruzidir. Mənim əzizlərim, əgər sağlam qidalanmaq istəyirsinizsə, gözəl həyat tərzi keçirmək istəyirsinizsə, Məryəm xanımın bütün sirlərindən agah olmaq istəyirsinizsə və mən sizə arxlama çayı, arxlama kofesi satmayacağım. Çünki onlar dəhşət saçır. Mən sizə siyena çayı, magnesulfat tuzu, bisakadir, onları məsləhət bilməyəcəm ki, qəbizlikdən azad olasınız. Onları heç mən anama məsləhət bilmirəm. Çünki olmaz. Onlar sizin bağırsağınızın mikroflorasını pozur, selikli qışasını zədələyir. Ən əsası, tənbəllik yaradır. Sizin artıq bağırsağınız klizmaya belə təsir göstərmir. Sizə peelinglər atacağım üzünüz üçün. Sizin deməli gözəllik sirlərimdən saçınızın gözəl olmasını öyrədəcəm. Dırnaq göbələyindən azad olmağı öyrədəcəm. Bütün bu özəlliklər və gözəlliklər cəmi bircə dəfə 20 manat ödəməklə baş verir. Bəylər üçün ayrıdır qrupum, xanımlar üçün ayrıdır qrupum. Mənim əzizlərim, amma nömrəni videonun üstündə qoya bilmədiyim üçün icazə yoxdur. İstər YouTube'da, istər TikTok'da, istər Instagram'da səsli şəkildə tələffüz edəcəm. Necə deyirəmsə, dünyanın harasında olursunuzsa olun, bu cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Əzizlərim, şükürlər də böyük bir neymətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.